Bəs siz ad gününü tortla deyil, xəngəllə qeyd edən səbəbkar görmüşdünüz? Deməli, keçən həftə dostumuzun doğum gününü ailəvi xəngəl məkanı olan Saraçılıda qeyd etdik. Bura ikinci dəfədir gəlirdim və sonda bir peşmanlıq yaşadıq. Əvvəlcə Gürcü xəngəlinin sadə, qızardılmış və suluğun pendirli variantlarını sifariş etdik. Bilmirəm, Azərbaycanda ən yaxşı xəngəli harda yemək olar. Amma adamın üstə Allah var. Həqiqətən Saraçılının xəngəli çox yaxşıdır. Xəmiri nə qalın, nə də nazik, içi sulu, əti dadlı, amma biraz istiotlu. Qızardılmışı xanımlar çox da bəyənmir, amma kişilər üçün daşdan yumşaq nə versən gözlərinə təpir. Səfiyarın xəngəllə eşq yaşadığı, Nərimanınsa xəngəl bulağından su içdiyi bu məclisin jackpotu axırda gəldi. Salyanka, kupati, ətli göbələkli araburi və xaçapuriyə bənzər megruli. Peşmanlıq bilirsiniz nədə oldu? Bu qədər ləzzətli nemətləri yeməyə mədədə boş yer qalmamışdı. Kaş bunları xəngəldən əvvəl sifariş edəydik. Salyanka indiyə qədər yediyim ən dadlısıydı, amma istiyotluydu. Ümumiyyətlə yeməklərin istiotu biraz normadan çox idi ki, bu da məncə başa düşüləndir. Adı üstündə. Gürcü mətbəxinə gedirsənsə bunu gözə almalısan. Yediklərimizi həzm etmək üçün qol qaldırıb oynadıq. Lambada qatarı xəngəli əridə bilməsə də özümüz yorulub əldən düşdük. Sonda səbəbkar doğum günü şamını xəngəl üstünə qoyaraq üfürdü ki, bu da məkana özəl, gözəl bir simvolikaydı. Videonu bəyənməyi unutmayın. Həyatınızın Saraçılı xəngəli kimi ləzzətli olması arzusuyla.